Çox məşhur bir deyim var. Doğulduğun coğrafiya sənin taleyin. Bir neçə gündür Serbiyadayam, Belqrad şəhərində. Və düşünürəm ki, niyə bəzi sahibkarlar məhz biznesi lokal miqyasda düşünür? Elementar olaraq belə bir yanaşma var da. İstənilən bir insan xarici ölkəyə gedəndə onun həmin ölkə xoşuna gəlir. Bizi niyə? Çünki o turist kimi baxır. Amma sahibkar gəldiyi ölkənin yerli bazarına baxır, mövcud imkanlarına baxır, şəraitə baxır. Burada hər hansı bir bizneslə məşğul olmaq olar, olmaz. Bank əməliyyatları, vergi faizi, dövlət dəstəyi və s. bu kimi amillər fərqli ölkələrdə fərqli biznes imkanlarına şərait yaradır. Azərbaycanda bilirsiniz ki, həddindən artıq çox fiziki işlə məşğul olma potensialı olan insanlar var. Yəni biz xalq olaraq fiziki işə daima dəstək oluruq, işləyirik, avtomatlaşma həddindən artıq aşağı səviyyədədir, robotlaşma aşağı səviyyədədir. Balkan ölkələrində baxıram ki, serblər əsasən çalışırlar ki, qərbə doğru qaçıb getsinlər və öz fəaliyyətlərini nisbətən qərbə davam etsinlər. Avropa artıq əvvəlki kimi Almaniya və Fransadan ibarət deyil. Avropa artıq məhz Balkanlardan ibarətdir. Məsəl üçün, dilənən insanlar Avropanın gözüdür. Yəni Azərbaycanda da var, bilirsiniz ki, zaman-zaman, amma belə glamur yerlərə onları buraxmırlar. Bu da isə demokratik şəkildə gəlib dilənə bilirlər. Biz veririk, Azərbaycan sınıfımızı yerinə yetiririk. Mən düşünürəm ki, pasportun yox, məhz düşüncələrin sərhədi var. Bir çox hallarda Azərbaycan vətəndaşları Schengen viza ala bilmə çətinliyindən danışırlar, Amerika vizasının, Kanada vizasının çətinliyindən danışırlar. Amma Balkan ölkələrində günü bugün hər hansı bir viza yoxdur. Azərbaycan vətəndaşları tamamilə vizasız bir formada öz pasportları ilə gələ bilərlər, səyahət edə bilərlər. Əgər siz biznesmensinizsə, sonra şəkildə gəlin, bir neçə gün qalın, həftə sonu istirahət edin, bazar araşdırın, baxın, yeni nə kimi imkanlar var, yeni nələr var və s. Belqrad bu üç gündən mənə nəyi öyrətdi? Bu suala cavab verərkən deyə bilərəm ki, regional əmək bazarının nə formada formalaşması, Avropada xidmət sektoru və mobil kapital. İnsanlar burada həqiqətən Avropanın qərbindən həftə sonu gəlirlər Serbiyaya, Belqrada. Mən bura gələnə qədər mən düşünmürəm ki, burada bu qədər böyük bir turist axını olmuş ola bilər. Buna görə turizmlə bağlı istənilən bir sahə, burada otelçilik ola bilər, hostel ola bilər, Airbnb formatı ola bilər, daşımacılıq, kuryer, kafe, restoran, istənilən kafedə, restoranda həyat qaynayır. Günün gün ortaya gəlib oturursan, 100 masadan 5-i doludursa, bir saatdan sonra baxırsan ki, artıq tüm masalar dolu, hamı əylənir, hamı istirahət edir və s. Sonda təkcə sahibkarlara yox, gənclərə də bir mesaj ötürmək istəyirəm. Dostlar, dünya artıq əvvəlki qədər böyük deyil. Dünya həqiqətən çox kiçikdir, sərhədlər yoxdur, çox ciddi mənada bir qloballaşma var və artıq əvvəlki kimi ölkədən xaricə çıxmaq əlçatmaz deyil. Çox ucuz qiymətlərə, çox ucuz low costerlərlə, adlarını deməyəcəm, özünüz araşdırıb tapa bilərsiniz. Hava yolları şirkətlərindən xaricə rahat şəkildə çıxmaq olar. Gedin, gəzin, görün, araşdırın. Hansı ölkədə yaşaya bilərsiniz, hansı ölkədə işləyə bilərsiniz, hansı ölkədə özünüzü xoşbəxt hesab edə bilərsinizsə, məhz ora doğru istiqamət alın. Biz isə izləmədə qalın, görüşərik.